Dünya nizamı pozulub, yəni bunun üçün xüsusi biliyə malik olmaq lazımdır ki, görəsən ki, vəziyyət gərgindir. İstər qərbdə, istər şərqdə, istər şimalda çox ciddi problemlər mövcuddur və təbii ki, qlobal dünyanın iştirakçısı olaraq biz də və bizim soydaşlarımız da bu problemlərdən kənarda qalmayıb. Hər gün bizə istər şifahi, istər isə bizim qaynar həddimizə müraciətlər daxil olur. Bu təkcə müharibə problemləri ilə bağlı deyil. Biz bu işdə bizim Xarici İşlər Nazirliyinin birlikdə, bizim diplomatik nümayəndəliklərlə birlikdə fəaliyyətdəyik və çalışırıq ki, bizə olan müraciətləri həyata keçirib çox böyük dəstək olaq. Bu dəstəklər deməli, davamlı olaraq həyata keçirilir. Bu təkcə mənəvi dəstək deyil. İnsanların həmin nöqtələrdən Azərbaycana getirilməsi, onların burada sosial adaptasiyasına kömək etmək, onların sənət məsələlərinə mən xüsusi vurğulamaq istəyirəm ki, bu işdə biz həm də miqrasiya xidmətinin birlikdə fəaliyyət göstəririk ki, insanların vaxtı ki, köçmüş, sənədləri düzgün olmamış və yaxud da sənədləri dəyişmiş. Eyni zamanda bir tendensiyanı da sizə bildirmək istəyirəm ki, hər il bizə çoxlu müraciətlər daxil olur Azərbaycan vətəndaşlığının bərpası ilə. Və biz dinamikaya baxırıq, görürük ki, ildən ilə çox böyük deməli, rəqəm Avropa ölkələrindən gəlir. İldən ilə insanlar Azərbaycan vətəndaşlığının bərpasını istəyirlər və siz bilirsiniz, bizdə xüsusi komissiya mövcuddur ki, o vətəndaşlıq verilmə və bərpası ilə məşğul olur. Və bu da onun göstəricisidir ki, Azərbaycana deməli, etibar böyükdür. İnsanlar öz ölkəsinə qayıtmaq istəyir. Və bu işdə Diaspora Komitəsi müxtəlif digər dövlət qurumları ilə sıx əməkdaşlıq eləyərək bu xidmətləri onlara göstərir. Eyni zamanda biz soydaş haqqında qanun üzərində işləyirik. Uzun müddətdir bu müzakirələr gedir. Qanunun demək olar ki, böyük bir hissəsi hazırdır. Biz istəyirik ki, bizim bu soydaş qanunda da xüsusi bizim soydaşlarımıza müəyyən qədər güzəştlər, imtiyazlar olsun. İndi bu böyük bir prosesdir. Biz son bir neçə ildə artıq oturuşmuş bu istiqamətdə fəaliyyətlə məşğul, yəni bu qanunvericilik istiqamətində. Ona görə mən düşünürəm ki, Azərbaycan dövləti yeganə dövlətdir bəlkə ki, belə bir xidmətləri öz vətəndaşlarına və vətəndaşları olmayan, amma vaxtı ki, Azərbaycan vətəndaşı olanlara həmin o xidməti göstərir. Eyni zamanda bizim Diaspora Dəstək Fondumuzda xüsusi bir deməli, istiqamət var. Rəhmətə gedən bizim soydaşlarımızın Azərbaycana gətirilməsi ilə bağlı bu Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq həyata keçirilir. Eyni zamanda fövqəladə vəziyyətlərdə, xaricdə Azərbaycanlılara həmin Diaspora Dəstək Fondu ilə də yardımlar nəzərdə tutulub. Misal olaraq bildirmək istəyirəm ki, Türkiyədə zəlzələ baş verən zaman biz artıq neçə ildir, təbii ki, Azərbaycan dövləti yüksək səviyyədə bunu həyata keçirilir. Bizim də orada istiqamətlərimiz var. O istiqamətlər də istər təhsildə o uşaqlara dəstək olmaqla bağlı, texniki yardımlar, yəni təkcə bu son 3 ildə 3 dəfə böyük bir həcmdə humanitar yardım göstərib. Yəni bu kimi imkanlar bizdə mövcuddur. Amma vurğulamaq istəyirəm ki, bu o deməkdir ki, insanlar bizə müraciət eləyəndən sonra biz bu müraciətlərə baxa bilərik. Bizim özümüzün deməli, istəyi ondan ibarətdir ki, biz insanlara kömək eləyək, amma bunun üçün bizdə o məlumatlar olmalıdır ki, insanların hansı problemləri var, hansı qaynar nöqtədə pandemiyada məhz insanların təhliyəsi ilə məşğul olan qurumların biri də məhz Diaspora Komitəsi idi və biz o vaxtı Rusiyadan gələn soydaşlarımızla bağlı bizim Dağıstan sərhədində xüsusi bir məntəqə də yaradılmışdı və biz orada həmkarlarımızla birlikdə bu işi həyata keçirirdik. İlk dəfə idi ki, məhz komitədə həm təxliyə prosesində, yəni texniki işlərdən başlayaraq insanların sonradakı Azərbaycandakı olan adaptasiyasından məşğul olmuşdu. Təbii ki, digər dövlət qurumlarla birlikdə.